Amma mama, papa səsinizi çıxartmayın. Yaxşı. Yəni siz evdə yoxmuş kimi davranın. Hə qızlar, papam gildəyəm. Hardasa ayın 5-i deyirəm. Yəni bir ayım olub, tamam olub uje. Mən deyirəm gedim evə, papam qoymur, əl çəkmir ki, qal. Tutdurup səsin çıxmasını. Tutdurup ki, qalassan, buraxmaram. Mən maşını xarab olubdu, bir həfsələsi yoxdur 2 gündür. Nə qədər deyirəm ki, sən maşını alım, qoymur. Deyir, yox, qıymıram səni. Papamın 3-cü arvadıdır. Hə, 2 arvadı ölübdür, 3-cü mamamı alıbdı. Amma mamamı sevib alıb da, mamamı lap çox istəyir. Heç bir reklamları qəbul eləmir də. Deyirəm ki, gedək reklama pul verəcəklər, deyim mən pul istəmirəm. Hər gün səhər saat 6-da dururam, qəşəng çayın qoyuram, yeməyin zadını hazırlayıram, sonra gedirəm üzündən öpüb oyadıram. Sakit ol baba, sakit ol. Üzündən öpüb oyadıram, deyirəm dur ayağa. Mənim yeməklərimdən başqa da heç kimin yeməklərini yemir. Bəyənmir heç kimin yeməyi. Deyir, sənin dolmalarından yoxdur da, sən pişirmən yeyin. Gələndən hər gün dolma sarıram bunlara. Yarpaq dolması, kələm dolması. Sakit olun da, elə bilirlər siz yoxsuz burada. Hə, gedəcəyəm, qoymur kişi, amma yox ki, bilet alacağım, dönəcəyəm uje. Az qaldı, haradasa bir 10 günə kimi artıq dönürəm. Bir də qaldı 1 il sonraya. Ya nasip, ya qismət. İnşallah. Hoppa, səsin çıxmasın. Yeter.